Avstriyalı həkim ucuz başa gələn tərəvəz içkisi ilə 45 min nəfər sağalmaz xəstəliklərdən əziyyət çəkən insanı sağaldıb. Avstriyadan olan həkim Rudolf Broys faktiki olaraq bütün həyatını xərçəngi müalicə edən ən yaxşı təbii vasitənin tapılmasına həsr edib. O xərçənglə mübarizədə müstəsna nəticə əldə etməyə imkan verən bu unikal şirənin reseptini tapıb. Broys bu kəşfi ilə 45 mindən artıq insanı xərçəng və digər sağalmaz xəstəliklərdən xilas edib. Broys bildirib ki, xərçəngi yalnız proteinlər müalicə edə bilər. O 42 günə bölünən unikal qidalanma sistemini işləyib hazırlayıb. Broys təklif edib ki, sadəcə çay və əsasını çuğundurun təşkil etdiyi tərəvəz şirəsi ilə qidalanmaq lazımdır. 42 gün ərzində xərçəng hüceyrələri ac qalır və məhv olur. Həmin müddətdə isə xərçəng xəstələrinin vəziyyəti yaxşılaşır. Sözügedən unikal meyvə şirəsini hazırlamaq üçün isə yalnız orqanik tərəvəzlər lazımdır.